Salam, hörmətli tələbələr. Bugün sizə informatika fənnindən 10-cu sinifə aid KSQ 1-in sınaq suallarının izahını təqdim edəcəyim. Qeyd edim ki, bu bir sınaqdır. Əsl KSQ bundan bir qədər fərqlənir. Amma ümumilikdə suallar oxşar olduğu üçün məsləhət görürəm ki, bu sualları öyrənəsiniz. Gəlin, indi ilk sualla başlayaq. İnsanın duyğu orqanları vasitəsilə aldığı informasiya hansılardır? Baxın, sağ tərəfdə qısa konspekti açmışam. Buradan baxıb yadımıza sala bilərik. Bizdən soruşulur informasiya, hansı ki insanlar duyğu orqanları vasitəsilə alır. Deməli, duyğu orqanları bunlardır: göz, qulaq, ağız, burun, dəri. Yəni, burada bizdən duyğu orqanları soruşulmur. Yəni, C variantı deyil. Bizdən soruşulur informasiya. Hansı informasiyalardır? Bu informasiyalar görmə informasiyasıdır, gözlə alınır və ya vizual informasiya deyirik buna. Səs informasiyasıdır, qulaqla alınan audial informasiya. Ondan sonra dad informasiyası, qoxu və taktil. Yəni informasiyalar, baxın, buradakı Y variantdakı cavablardır. Vizual, səs, taktil, qoxu, dad. Duyğu orqanı soruşsaydı C variantı idi. İnformasiya soruşduğu üçün cavab oldu Y variantı. İkinci suala baxaq. Lövhənin ölçüsünün müəyyənləşdirilməsini hansı proses hesab etmək olar? Bu artıq növbəti dərsə aiddir. Baxın, burada informasiya prosesləri var idi. Gəlin, baxaq. Bizim bu sual, deməli, lövhənin ölçüsünü müəyyənləşdirməkdir. Tutaq ki, lövhə düzbucaqlı şəklindədir və ya digər formalarda da ola bilər, fərqi yoxdur. Onun ölçüsünü müəyyən etmək. Tutaq ki, eni 1 metr, uzunluğu 2 metrdir. Bunu ölçdük, müəyyən etdik. Bu deməkdir ki, biz informasiya topladıq və ya qəbul etdik. Deməli, doğru cavab olmalıdır B variantı, informasiyanın toplanması, yəni qəbul edilməsi. Digər cavablar uyğun gəlmir. Üçüncü suala baxırıq. Aşağıdakılardan biri informasiya daşıyıcısı hesab oluna bilməz. Yəni, bunlardan biri informasiya daşıyıcısı deyil. Yəni, informasiya daşıyıcısı nə idi? İnformasiyanı saxlamaq üçün olan vasitələr idi. Burada baxsaq, buradadır. İnformasiya daşıyıcıları və insan beyni informasiya saxlamaq üçün ən mükəmməl vasitədir. Qədimdəki vasitələr burada qeyd olunub. Kağız, kitab və s. Həm qədimdə istifadə olunur, indi də istifadə olunur. Ondan sonra da gəlir bizdə digər periferial kart, periferial lens, maqnit diski, flash kart və s. Cavaba baxsaq, optik lif olacaq bizim doğru cavabımız ki, bu informasiya ötürməsi üçün olan bir kabeldir. Kabeldə çox vaxt sarı rəng olur. Baxın, indi ekrana gətirdim. Belə bir şəkildə kabeldir. Bu formada olur. Cürbəcür rənglərdə olur. Əsas odur ki, buna biz ya optik lif deyirik və ya da fiber optik kabel deyirik. İndi isə keçək növbəti 4-cü suala. Ötürmə kanalında verilənlərin ötürmə sürəti 8192 bit bölü saniyədir. Bu kanalda 64 kilobaytlıq fayl neçə saniyə ötürürlər? Bizim düsturumuz, baxın, buradakı düsturdur. Yəni, Q bərabərdir V vurtu. İnformasiya həcmi verilib, Q verilib 64, sürət verilib. Yəni, baxın, bu altından istəyəlim, bu Q-nün qiymətidir. 64-dür, sürət bizdə verilib V 8192-dir, soruşulur, T soruşulur, zaman. T, biz bunu bilmirik. Baxın, mən burada nümunə göstərmişdim. T bərabərdir Q bölü V şəklində hesablamaq lazımdır. Burada məsələn 64 baytdır, burada kilobaytdır. Bir dənə bunu hesablamaq lazımdır. Yəni, mən aşağıdan buradan yazdım. T bərabər deməli nəyə? Q bölü V-yə. Gətirirəm Q-nün yerinə yazıram 64 kilobayt. Kilobayt bəzən KB və ya belə də yazıla bilər. Qısa da yazıla bilər. KB kimi də yazıla bilər. Kilobayt şəklində yazıla bilər. Daha sonra gəlin məxrəcdə yazaq. Deməli, məxrəcdə 8192 bit bölü saniyə. Bunu da yazdıq. Bərabərdir. İndi surəti gəlin ya bitə çevirməliyik, ya da məxrəci gətirməliyik bayta və ya kilobayta gətirməliyik ki, ixtisar geçsin. Mən nə edirəm? Mən məxrəci kilobayta gətirəcəm. Deməli, 8192 bit neçə baytdır? Gəlin, bunu da bax. 8192 bit bərabərdir. Biz bunu bayta çevirmək üçün 8-ə bölməliyik. Bölürəm 8-ə.
Çünki 1 bit 8 bit 1 baytdır. Ona görə 8-ə bölmək lazımdır. Alınır 1024 bayt. Yazıram bayt. Və 1024 bayt neçə kilobaytdır? Bu da 1024 baytı yanından yazıram. Bayt bölünsün 1024. Yenə 1024-ə burada bölmək lazımdır. Ona görə ki, baytla kilobayt arasında əlaqə 1024-dür. Kilobaytla megabayt arasında da əlaqə 1024-dür. Gigabayt arasında da megabaytla gigabayt arasında da əlaqə 1024-dür. Yəni 1024 bayt, yəni 1024 dənə bayt cəmi 1 kilobayt edir. 1 kilobayt edir. Bu da KB və ya kilobayt şəklində yaza bilərik. Deməli, sürət bizdə nədir? Sürət bizdə kilobaytla olacaq. Baxın, burada biz yazmışıq 8192 bit böl saniyə. Burada da saniyə ilə olacaq. Bölünsün saniyə. Və burada da baytın yanına yazırıq böl saniyə. Burada da böl saniyə. Yəni, saniyə burada sabit olduğu üçün fərqi yoxdur. Bunu belə bölünsün saniyə yaza bilərik. Yəni, sürət bir növ bu şəkildə 1 kilobayt bölünsün saniyə gəlir. Yəni, bu hissə 1 kilobaytdır. Bura 1 kilobaytdır və belə çıxır ki, sürət nədir? 1 kilobayt bölünsün saniyə. Yəni, yazıq 1 kilobayt böl saniyə. Yuxarıda da 64 kilobayt. Bu da bərabərdir. Aydın məsələdir ki, kilobaytdan bu kilobaytlar ixtisar gedir. 64 1-ə bölünəndə elə 64 alınır və burada böl var, məxrəcdir. Burada da bir dənə böl saniyədir. O gəlir surətdə olur saniyə. Deməli, cavab olur 64 saniyə. Doğru cavab B variantı. Keçək növbəti 5-ci suala. Bu da oxşar qayda ilə hesablanan sualdır. Bizdən nə soruşulur? Bu dəfə sürət soruşulur. Ümumilikdə biz həcmi tapacağıq burada və saniyədə zamanda verilir. Deməli, biz bu dəfə yazmalıyıq V bərabərdir Q böl T bərabərdir. Deməli, baxırıq ki, bizdə 256 simvol var. Hər bir simvolda 2 bayt. Deməli, mən 256-nı vururam 2-yə. Olur 512 bayt. 512 bayt. Yuxarıdan yazıram. Deməli, burada 512 bayt informasiya həcmidir və ya miqdarıdır. Bunu bölməliyəm zamana. Zaman bizə 64 saniyədir. Yazdım 64 saniyə. Bərabərdir. Bunu da adi qaydada bölürük. 512 böl 64 neçədir? Bizdə olur 8. 8 bayt böl saniyə. Böl saniyə. Bunu əslində belə də hesablaya bilərik. 512 2 üstü bizdə 9-dur. Bunu bölməliyik 2 üstü 6-ya. 64 2 üstü 6. Bu da edir 2 üstü 3. Bu da bərabərdir 8. Yəni cavab 8-dir. Doğru cavab olacaq A variantı 8 bayt böl saniyə. Keçək 6-cı suala. İnformasiyanın emalı prosesi deyil. Emalı deyil. Baxın, emalı burada 4 dənə mühüm növü var və ümumiyyətlə informasiya emalı nədir? Yəni informasiyanın və ya bir mətnin, görüntünün və s. məzmununun və ya təqdim edilmə formasının dəyişdirilməsidir. Deməli, biz də burada görürük ki, 4 dənə növ var. Yeni informasiyanın yaradılması, kodlaşdırma, informasiyanın axtarışı, çeşidləmə. Bunlar əsasında cavabları çıxmalıyıq və bir dənəsi qalacaq ki, o informasiya emalı deyil. A variantı mətnin xarici dilə tərcümə edilməsi. Tutaq ki, bir söz verilib, onu xarici dilə tərcümə edirik. Azərbaycan dilindən ingiliscə. Burada məzmun dəyişməsə də təqdim edilmə bir növ forması dəyişir. Yəni, biz Azərbaycanca dediyimiz sözü indi ingiliscə deyirik və bu zaman məna, məfhum eynidir. Məsələn, alma və apple deyirik. Burada söhbət almadan getdiyi məlumdur. Amma yəni burada belə deyək ki, məzmun sabit qalıb, dəyişməyib, təqdim edilməsi forması dəyişir. Və bu da özü deməli nədir? Emal prosesidir. Çünki yəni bir forma dəyişsə bu emaldır. Keçirik B və C variantlarına baxmağa. Burada yazılıb açıq mətnin şifrələnməsi və ya gizli mətnin deşifrələnməsi. Açıq mətin, yəni bizim gördüyümüz məsələn cümlələrdir. Bunlar açıq mətindir. Gizlidəki şifrələnmiş mətnlərdir. Bunların yəni bu proses, şifrələnmə və deşifrələnmə prosesi kodlaşdırmanın bir növ içərisində
olan bir məsələdir. Yəni kodlaşmanın xüsusi bir halıdır. Kodlaşma daha geniş anlayışdır. Olan növləri də şifrələmədir və bu da təbii ki, hesab olunur nə bizdə? İnformasiyanın emalı prosesi hesab olunur. Məsələn, tutaq ki, alma sözü apple dedik, bu da bir emaldır və ya almanı götürək. Alma sözünü biz Sezar şifrələmə üsulu ilə şifrələdik. İndi sonuncu sualda da var Sezar şifrələməsi. 12-ci sualda ona da baxacağıq dəqiq. Başqa sözün üzərində nümunəyə baxacağıq. Deməli, tutaq ki, alma sözünü götürdük. Alma sözü əgər 3 vahiddən şifrələsək, deməli o ç şəklində bu formaya düşmüşdür. Yəni bu formada biz bunu şifrələyə bilərik və təbii ki, bu özü nədir? Bir şifrədir və bu şifrələmə də özü kodlaşdırma hesab olunur. Şifrələmənin məqsədi sadəcə kodlaşmadan fərqli olur ki, məqsəd burada şifrələmədən elə etməkdir ki, məlumatı digər şəxs başa düşməsin. Yəni alma, apple bunu tutaq ki, şəxslər başa düşür, Azərbaycanlı başa düşür, ingilis başa düşür, amma deməli ç-nı isə heç kim başa düşə bilmir, təkcə onu şifrələyən şəxs bilir. Gəlirik D variantda, yəni bunlar emal prosesidir. Gəldik D variantda, şəklin redaktə edilməsi. Bu da təbii ki, şəkildə bir şey sildiniz, əlavə etdiniz, dəyişdiniz. Bu da emaldır, yəni üzərində işlədiniz, emaldır. Bəs emal olmayan nədir? Y variantda baxsaq, mətnin kitabdan dəftərə köçməsi. Yəni heç bir dəyişiklik eləmirsiniz. Olduğu kimi bir yerdən o bir tərəfə köçürürsünüz. Bu emal deyil. Gəlin baxaq indi 7-ci suala. Ötürülmüş mətnin informasiya həcmi 5 kilobaytdır. Məlumdur ki, bu mətn 5120 simvoldan ibarətdir. Əlifbanın gücünün ən böyük qiymətini müəyyən edin. Əlifbanın gücü, yəni burada sayı, simvolların sayı nəzərdə tutulur. Və əlbəttə ki, ən böyük qiyməti bunu elə bu cürdə tapmalıyıq. Əlifbaya aid olan mövzu bizdə buradadır, informasiyanın miqdarı. Biz burada istifadə edəcək bu düsturdan aşağıdakı, bir də Hartley düsturundan. Bu düstura əsasən biz bilirik ki, deməli, informasiyanın miqdarı ümumilikdə nəyə bərabərdir? Bir simvolun sayını, bir simvolun informasiya miqdarını vururuq simvolların sayını. Yəni, belə deyək, 5120 dənə bizdə simvol var və burada deyilir 5120 dənə simvol. Bu simvolların sayı, yəni K-dır bir növ, bu K-dır. İnformasiyanın bir simvolun informasiya miqdarı isə bir dənə simvolun informasiya miqdarı bilinmir. Bunu IS şəklində yazıram. Bunu IS vurulsun 5120. Bu tərəfdən də yazıram informasiyanın həcmi, yəni 5 kilobayt. Ben yazıram 5 kilobayt bərabərdir IS vurub 5120. Yəni o deməkdir ki, 5120 dənə simvol hərəsindən neçəsə baytdır, ümumilikdə 5 kilobayt alınıb. Yəni bu düsturdur. Bu düsturda informasiya miqdarının yerinə, IM-in yerinə nə qoyduq? 5 kilobayt qoyduq və artıq buradan tapırıq ki, IS bir növ nəyə bərabərdir? İşte düsturu bir də yazın. IS bərabərdir IM böl K şəklindədir. Bu bərabərdir IM-in yerinə qoyuruq 5 kilobayt. Fərqi yoxdur. Yəni yuxarıdakı düsturda bu da eynidir. 5 kilobayt bölünsün K. K-nın qiymətini də tapdıq ki, yəni verilib ki, bu 5120-dir. Bərabərdir. Bölək. 5 kilobayt. 5 kilobaytı gəlin bayta çevirək. 5 vurulsun 1024 deməkdir bu. Yanına yazıram bayt. Bölünsün 5120. Bu da bərabərdir. Surətdə alınır elə 5120 bayt. Bölürəm 5120 bayt alınır 1 bayt. 1 bayt. Deməli, informasiyanın bir simvolunun informasiya miqdarı 1 baytdır və 1 bayt neçə bitdir? Təbii ki, 8 bitdir. Yazırıq bura 8 bit. Biz burada 8 biti tapmalıyıq. Yəni, əlifbanın gücünü sonradan tapmaq üçün bizdən əlifbanın gücü soruşulur. Biz Hartley düsturunda i-nin yerinə nə qoymalıyıq? 8 biti qoymaq. Çünki demişdik ki, i-nin yanında burada bit sözü yazılır. Deməli, n bərabər olur 2 üstü 8. Tapdığımız bu 8 neynədir? Bu is-in qiymətini gətirdik, burada yerinə qoyduq. 2 üstü 8 deməli olmalıdır. N bərabər 208, yəni 8-lə 2-ni bir-birinə vururuz, olur 256. Yəni,
Bu o deməkdir ki, maksimum 256 simvolluq bir əlifba var və onun vasitəsilə biz 1 baytlıq və ya 8 bitlik hərflər, simvollar əldə edə bilərik. Maksimum 256. Artıq 257, 58 üçün bizə 8 bit yox, daha da çox bit lazımdır ki, informasiyanı o cür belə deyək, hesablayaq. Gəlin davam edək. Növbəti sualımızda bizdən soruşur, biometrik müdafiə sisteminə aid olmayan bəndi seçin. İnformasiyanın qorunmasındaydı bu məsələlər. Baxın, biz demişdik ki, bio canlı deməkdir, metriyə ölçmək deməkdir. Yəni, canlıların tutaq ki, bədən üzvlərinə uyğun olaraq olan bizdə mühafizə sistemləri var ki, bunlar biometrik müdafiə sistemləridir. Hansılar idi? Burada görürsünüz 5 dənəsi var bunlar. Nitq özəllikləridir, ondan sonra daktiloskopiyadır, gözün zirehli şahsdır, üzə görə tanımadır. Bunların hər biri və ovuc da bura daxildir, burada ovuc da var. Amma parol nədir? Parol qıraqda verilib, yəni parol bunlara aid deyil. Doğru cavab B variantı. 9-cu suala baxırıq. Bəndlərdən biri ziyanverici proqramlara aid deyil. Baxaq, bu da növbəti mövzumuza aiddir. Deməli, ziyanverici proqramlar demişdik ki, burada viruslardır, viruslara daxil olan Troya adlarıdır, ondan sonra uzaqdan idarəetmə utiliti, casus, reklam proqramları. Yəni, bunlar hər biri ziyanverici proqramlardır. Bunları çıxmalıyıq. Şəbəkə solucanı burada worm qeyd etmişik və qalır antivirus proqramları. Bunlar isə əksinə virusları təmizləyən proqramlar hesab olunur. 10-cu suala baxırıq. Bu sual antivirus proqramlarına aiddir. Gələk, burada antivirus proqramlarının növləri var. Burada soruşur hansı deyil antivirus. Antivirus proqramları burada qeyd olunur. Baxın, Norton var, Kaspersky var, Doktor Web var, Kafir Virus Scan var, Panda Titanium var və s. Və bunlardan aydındır ki, bizə Adware Y variantı olacaq. Deməli, Troya atının növü olan və burada şəbəkə solucanın növü olan Adware. Baxın, reklam proqramı. Bu virusdur. Digərləri isə nədir? Antivirus proqramları, yəni virusları təmizləyən proqramdır. Mükafiə də bu virus skan o deməkdir ki, virusları axtaran, tapan mənasındadır. Virus sözünü görüb onu virus proqramı kimi götürməməliyik. Bu həm də Android cihazlarının daxilində olan bir antivirus proqramıdır. Android cihazlarında bu proqram var. Keçirik növbəti 11-ci suala. Bizdə bu kibercinayətkarlıq barəsindədir. Deməli, bunlar barəsində biz nə etməliyik? Ən azı bir 3-4 cümlə yazmalıyıq ki, bu sualdan tam bal alaq. Kompüter cinayətkarlığı mövzusunda bizdən soruşur ki, kibercinayətkarlıq nədir? Yəni, adi cinayətkarlıqdan bir qədər fərqlənir ki, söhbət gedir internet və yaxud da ki, kompüter şəbəkələrində törədilən cinayətlər nədir? Kiber cinayətkarlıqdır. Sonra ona aid də 1-2 cümlə də yazmaq olar ki, həmin cinayətkarlar müxtəlif qruplara bölünür. Hakerlər var, ssenari uşaqlar var, krekerlər var, hansı ki, ssenari uşaqları ən az bilik olanlardır, krekerlər orta bilikdir, hakerlər isə yüksək bilikli şəxslərdir. Və istəsəz kompüter praktiki haqqında yaza bilərsiniz ki, proqramların sürətləri çıxardılır. Müəlliflik hüququ, baxın, copyright burada işarəsi var. Bunun barəsində 1-2 cümlədə yazmaq mümkündür. Burada digər məsələlər var. Yəni, buna elə də ehtiyac yoxdur. Amma əsas dediyim hissələri qeyd etmək lazımdır. Burada yazı şəklində açıq sualda yazmaq lazımdır. Açıq suallar 15 baldır. 11 və 12-ci sual 15 ballıq suallardır. Digər suallar isə 7 baldır. İndi gəlin sonuncu sualımıza baxaq. Deməli, Azər sözü Sezar üsulu ilə şifrələnib. K5-dir, yəni açar 5-dir. Azər sözünün şifri nə olacaq? Kriptoqrafiyada biz demişdik ki, şifrələməni öyrənən, şifrələmə üsulu öyrənən bir sahədir. K bizdə açar idi, yəni K demişdik ki, key açar deməkdir və bunun qiyməti neçədirsə biz o qədər deməli, əlifbadakı
simvolları sağa sürüşdürürük. Burada 5 o deməkdir ki, sağa doğru 5% sürüşdürməliyik. Yəni məsələn, gəlin baxaq. A hərfini götürdük. Burada A hərfi gəldik. Burada A-nı götürdük. Ondan sonra 1, 2, 3, 4, 5. 5-ci hərf nədir? Y-dir. Yəni E hərfi biz deməli buradan E-ni seçirik və A-nın üzərindən yazırıq E. E-ni yazdıq. Sonra gəlirik Z hərfinə. Gəlin Z hərfini götürək. Takib olsun Z. Ondan sonra nə gəlir bizdə? Sağa doğru getməliyik. Z hərfindən sağda heç nə yoxdur. Ona görə başa qaydırıq ən birinci. A-nı 1 götür. Yəni 1, 2, 3, 4, 5. D hərfi. D hərfi olduğu üçün biz buradan da seçək D-nı. Yazırıq burada. D. Daha sonra Ə hərfi. Ə hərfi bizdə buradadır. Aşağıdadır burada. Ə hərfi sağa doğru gedirik. 1, 2, 3, 4, 5. Oldu X hərfi. Deməli, burada da X hərfi olduğu üçün qeyd edirik bura. Və qaldı R hərfi. R hərfi bizdə buradadır. Sağa doğru yenə getməliyik. 1, 2, 3, 4, 5. Yəni Ü hərfi. Deməli, Ü hərfi də buradadır. Gəldik, bura qeyd edirik Ü hərfi. Belə, deməli, ümumilikdə söz oldu. Deməli, oldu. E, D, X, Ü şəklində. Bunu da təzədən sola doğru deşifrə eləsəz, görəcəksiniz ki, elə Azər sözü alındı. Belə, bununla da bütün sualların izahını yekunlaşdırıram. İzlədiyiniz üçün təşəkkürlər.